olmayı özləri də qəşəng bilirlər. Qəşəng bilirlər ki, nə var orada, kim kimədir. Amma məsələ buradadır. Məsələ buradadır. Bunlar burada bir dənə güclü Türk dövlətinin olmasından yana deyirlər. Bunlar deyirlər ki, istəyirik İran adlanan yerin hepsini götürək, hepsini verin. Hepsini boğazında qalar. Necə ki, 100 ildir qalıb boğazında. Utab bilməyəcəksən. Vətəndaş müharibəsinə gedəcək. Utuzacaqsınız. Azərbaycana da yaxınlaşa bilməyəcəksiniz. Gələrsiniz, görərsiniz. Necə ki, özünüz də bilirsiniz ki, Qəzvindən tərəfə addım attınız, o Tehranda o 7 milyon nəfər canınızı alacaq. Necə ki, gördünüz. Onlar Cavid Şah deyirdi. Nə şah vardı Cavid deyəsən? Ömür sürə yaşasın şah. Hansı şah? Ona görə də boş-boş sözlər, siz də bayaq söylədiniz, siz də xəbərlərdən gördünüz. Ay, mən gəlirəm, digəl də. Hara gələcəksən? Digəl də. Elə deyil. Ona görə hələ əsas məsələlər başlanmayıbdır. Bu xanım sel gələndə hələ əvvəl çörsöp gətirir. İran adlanan yer şaka yer deyil. Yığıb yığışdıracaqlar, ay filan eləyəcək. Salam, hər vaxtınız xeyir olsun. Prime TV-nin əziz izləyiciləri, sizi Qırmızı Masadan salamlayırıq. Bugün fevral ayının 16-sı 2026-cı ildir. Studiyada mənəm Aygün Muradxanlı və öncədən anons etdiyimiz kimi Güney Azərbaycan Demokratik Türk Birliyinin başqanı hörmətli Əjdər Tağzadə az sonra bizə qoşulacaq və biz onunla bütöv Azərbaycanın gündəmini müzakirə eləyəcəyik. Həm Azərbaycan quzeyindəki proseslərlə bağlı hörmətli başqanın fikirlərini sizə təqdim eləyəcəyik. Eyni zamanda Azərbaycanın güneyində baş verən hadisələr haqqında təfərrüatlı bilgi almağa çalışacağıq hörmətli başqana. Sizdən xahişimiz odur ki, əziz dostlar, proqramı bəyənin. Məhdudiyyətlər var, bilirsiniz ki, İran hakimiyyəti hələ də ölkədə interneti çox ciddi nəzarətində saxlayır. Ona görə də biz həm də güneyin səsi olmağa borcluyuq. Bu bizim bir Azərbaycan vətəndaşı kimi də borcumuzdur. Bu millətin mənsubu olaraq da vəzifəmizdir və sizdən xahiş edirəm ki, proqrama həm də belə yanaşasınız, bəyənəsiniz, paylaşasınız. Facebook səhifələrində, YouTube platformalarında, qruplarda, harada mümkündürsə, əziz dostlar, bu proqramları yayın ki, hörmətli Əjdər bəy, digər bizim milli fəalların səsini daha çox insan eşidə bilsin. Biz Güney Azərbaycanın dərdini də, sərini də, davasını da dünyaya doğru çatdıra bilək. Əjdər bəy, axşamınız xeyir olsun, xoş gəlmişsiniz canlı yayımıza. Hoş bulduk hanımefendim, hər vaxtınız xeyir olsun, Tanrı sizi qorusun. Buyurun. Təşəkkür edirik. Başqan, Əli Larijani, Təhlükəsizlik Şurasının katibi, İran Təhlükəsizlik Şurasının katibi deyir ki, yenidən bir təhdidvari çıxışla gündəmə gəlib, deyir ki, biz vurulsaq, Amerikanın regiondakı hərbi bazalarını vuracağıq və ilk hədəf kimi də Türkiyə və Azərbaycanı göstərir. Aydındır İranın, Tehran rejiminin bu həyəcanı. Çünki getdikcə vaxt daralır. İran üçün həqiqətən seçim anı gəlir. Bu kapitulyasiya mı olacaq, yoxsa başqa bir versiya ortaya çıxacaq? Biz bunu yaşayıb görəcəyik. Amma istəyirəm ki, son aldığınız xəbərləri İran içərisində nələr baş verir, bunları sizin dilinizdən eşidək. Buyurun. Təşəkkür edirəm xanım. Bu Larijani qardaşları var ya, bunları demək, hətta bu rejimin özü qapıdan qovalıb, bacadan düşürlər. Özəlliklə indiki bu ortaya bu bir dənə atılıb ki, Larijani sonrasından, yəni bunun da bəllidir əhvalatı əvvəldən. Bu birinci gündən, İraqdan gələn gündən o video fasonu ilə orada evin zindanında, hər yanda nə qədər bu İran adlanan yerdə murdar əməllər baş verib rejimin tərəfindən bu qardaşlar var idilar. Və bunun o ikinci qardaşlar ki, Qaziyul Quzat oldu, yəni rejimin üçüncü adamı. Onun demək ki, korrupsiya, rüşvət, məhkəməni nə günə saldı, hamıdan nə qədər, hələ də onun demək müavinləri zindanda. Amma yenidən bunu keçən dəfə Qum şəhərində ayaqqabı ilə bunu vurdular, qovaladılar rejimin adamları. Amma bu ki nə gəldi, prezidentliyə gedirəm filan, bunu demək ki, rədd elədilər. O zatdan süzgəcdən saldılar. Amma qaldı, sonra nə oldu? Bu dəfə rejim gördü ki, 3 il bundan qabaq çox darısqal bir yerə yetişik.
bunu və bunu kiminlərin bəzisini ötürdü bir yana. Yaxşı, elə bu bir zamanlar da bu nüvə silahı ilə bağlı, nüvə qidalandırması ilə bağlı danışıqları aparan bu adamı idi və o komanda da bəllidir kimindir. Getdilər, başlarıyla dəydilər duvara. Sonra nə oldu? Sonra demək ki, sanksiyalar gəldi, bir yerə yetişdi ki, bunların hamı əvvəl dedilir, kağızlardır, kağız paralardır, cırıb atacı yox, biz keçinərik. Amma sonra nə oldu? Mələdilər sonrasından və hər şeydə göz qabağındadır. Bu günləri bu adam da Təhlükəsizlik Şurası, Milli Təhlükəsizlik Şurasını yox, o Təhlükəsizlik Şurası ikincisini də yaradıblar, bilə-bilə. Bu son hadisələrdən öncə yaratdılar. Bunu da gətirdilər, qoydular onun başında. Bu da indi ölkələrə gedir. İndi bəlli deyil, yaxşı. Bu Xameneyini kimi təmsil edir? Misal üçün Civənsə o gün dedi, axı bəlli deyil, biz kiminlə danışırıq. Bu Pezeşkiyan ki, demək ki, bu mən deyirəm, quş qondurmaz, indi özləri də bilib. Bu bişarət deyil, özləridir. Bunun böyücü də oturub orada, ondan çıxıb danışmır, çıx danışaq da. Bu ne? Demek ki siz Amerika'da bütün çeşitli siyasette olanlar baştan ele zaten ele salır değil. Trump da her zaman ele salır değil. Çık qabağa da, çık önümü görək. Ne deyirsən axı? Misal üçün bunlar keçən həftə getdilər Maskata. Yaxşı, ay gəlin bala oynayırdılar. O məktəblərdə uşaqlar oynayır. Mən onunla danışmıram. Sən mənim aramda birimiz adı, sən gedirən dinə ki, ondan küsmüşəm. Onu danış, o da dinə o səndən küsmüşdür. Eyni uşaq. Getmişim Maskata, o bir otaqda bunlar oturur, misal üçün. Vitkovla, Koşner. O birisi otaqda da oturur bunlar. Ondan sonra o gülünc aldı, özü də. Omanın da Xarici İşlər Naziri o otaqdan bu otağa, o otaqdan bu otağa söz gətirirəm. Bütün gəlişmiş dünya, internet, ondan sonra nə bilim, min dənə zəhrəm var. Yaz denən nədir? Özü də bəllidir. Amerika açıqcasına, bunu Trump deyir, açıqcasına deyir. Bunu da indi ki, o nə deyirsə, Əzrailin ya Damoklesin qılıncı kimi başvurun üstə İsrail də bunu deyir. 4 dənə məsələ var. Bir, demək ki, nüvəni sıfır qıdalandırmayacaqsınız. Sıfır. Bu Əraqçıya min dəfə deyiblər. Önündə jurnalist soruşur. Keçən dəfə deyib bu Amerika nə istəyir? Bir kəlmə dedi. Dedi sıfırlama qıdanı. Nədir? Nüvəni sıfırlama. İndi də deyir ki, sıfırlama. Sənin İran adlanan yerdə qıdalandıra bilməyəcəksən, haqqın yox. 2. 420 kilo orada qıdalanmış vardı. Deyidiz gizlətmiş, ilə xarab olub, torpaq altında qalıb. İndi də var. Hə, yaxşı. Onda demək ki, verin çıxsın çölə, gəlsin çölə. 3. Demək ki, füzələri da indi nüvə silahı hələ nüvə dadı öyrəndi. Füzələrdir. 3000 kilometrə gedən füzələrdir. Balistik füzələrdir. Ona görə bununla da Amerikanın bu tərəfki sahillərini vura bilərsən. Külli Avropanı vura bilərsən. Atmaqda da ki, bunlar demək ki, bizə də şübhə eləmirlər. Elə vuracaq yox. Elə bəyək da siz buyurdunuz, qonşuları da vuracaq. Sən gələtirirsən, qonşuları vurursan. Bunu Azərbaycana deyirsən. Bunu Türkiyə deyir. Türkiyə şaka bir dövlət deyir. Türkiyə gəlir üstündən keçər. Hələ Azərbaycanda da dəfələr də Azərbaycanda rəsmilər də deyib keçən zamanlar qudurub gəlirdiniz. Dedilər, baş gəlin də, baxa görək də, bir dəfə də gəldiniz. 2 dənə ordu gətirdiniz. Azərbaycan Cumhuriyyəti Dövlətinin əks qüvvələri ilə Türkiyə demək ki, əks qüvvələri tətbiqat keçirdilər. Naxçıvandan başladılar, üzü bir yana. Toz oldunuz, qaçdınız. Elə deyir axı. Aynen bazalar var. Ne oldu? Ben gelirsiniz Bakıya, gələndə çəhçəh bəhbə vırırsınız. Amma gedirsiniz Tehrandan, Zəngilanda, Qubadlıda, Fuzulidə aeroportları düzəldib İsrail ki filan, ya demək ki o meşələrdə baza var. Ben onu gəlib Bakıda deyin də, deyin bu da bura gedər, görsəsin Azərbaycanda sən həm. Sözüm bunda yox. Amerikanın səfirliklərini vuracaqsan. Gedib Ankaranı vuracaqsan səfirliyi. Gedəcəksən Səudi Ərəbistanı vuracaqsan. Ona görə bunlar hamısı qorxudandır. Məsələ buradadır ki, bu günləri bunlar çırpınırlar ki, belə də göstərərlər ki, niyə İstanbula gəlmədiniz və bir o keçən dəfə görüşə? Orada 9 ölkə olacaqdı, Cənab Erdoğan da çağırmışdı. Niyə? Ona görə gördünüz orada hamısı Vitkov da, o Koşner də açıq da dedilər, biz bunları istəyirik, dəyişilməyib zat. Ondan o oturanlar da görəcək, ay bərəkanlar, bunlar bunu deyir. Tehran rejimi də istəyib buruq göstərər, belə göstərər, sabah. Ya gedək, o da Məskatda dedim da, Məskatda durdular, dedilər, yox gedək hələ Tehranla gəyişək. Eyni sözdür, dəfələrlə Viyanada, başqa yerdə danışıblar, qoy Tehranla danışaq. Elə o zərifçi də, zürüqçi var, zərifçi nəydi, zərif. Zərif də, Həsən Rohani da, belə baba bu Larizanı da. Xaricdə danışma deyir, qoy Tehranla bir telefonla danışaq. Kiminlə? Ağa ilə. Bəs ağa deyil. Sən kimsən? Sən nəçisən? Çıxsın da ağa bağa. Ona görə də bu günləri bir məsul adam, bu ölkənin məsuliyyətini kim daşıyır? O çıxsın qarşıya, desin ki, bəli, mən bu günləri məsuliyyət mənləndir.
Ona görə yox diyor adam. Hamı bunu deyirlər. Deyirlər biz kiminlə danışacağıq? Əzər bəy, Suriyaya yəni da bu gəlib ki, devlətin yapısına görə məsuliyyət Xamneydə düzdürmü? Bunun yəni başqa bir ikinci versiyası yoxdur ki. bəli, Agim xanım üzr istəyirəm sizdən, üzr istəyirəm. Estağfurullah. Adı sanı yaşamış Əbülfəz Elçi bəy söyləyirdi ki, ay bala, biz bu İran adlanan yeri tanımırıq. Bunun konstitusiyası var. Bunun qanunu 45 ildir hələ bu hakimiyyət, bu dövlət oturub. Bunun konstitusiyası var. Bunun fəqih üsul idarəsi var. Yəni o başda oturan 12-ci imamın təmsilçisi hesab eləyir Ali Xameneyi özünü dünyada. Baxmayaraq ki, gələn gündə Rəfsəncani ora qoyanda çıxdı bir Xameneyi dedi, gör, kül İslam dünyasının başına ki, mən kiminin birini istəyir ki, özünə lider seçə. Özü o qalır da qazetlər, o məclislər dedi ki, amma bugün bu adam deyim, mən 12-ci imamın demək təmsilçisiyəm, nə dedsəm odur. Yəni bu özündən çıxartmır ki, Seyyid Ruhullah Xomeyni də gəldi dedi. Dedi, mən nə deyirəm o olacaq, 11 milyon bəni sədrə səs veribsizsə, mən desəm, yox, mən bir nəfər, yəni 11 milyon. Yəni, mənim yoxum yox. Yəni, bu fərdi hükümət deyilən vara, ondan da yuxarı danışırdı. Və bu günlərdə Xomeyni deyirdi, baxın görün nə olub, bu günləri, məzarlıqları, qəbristanlıqları gündən, İsrail gündən 40'ların tutmasınlar bu öldürülənlərin. Hər yanı demək ki, qomaralayıblar, qapadıblar, gəlməyələr, gedir zadın da, öldürübsən, gedir demək ki, 40'ını verə, filan verə. Amma mən dünən baxdım görüntülərə, hələ də insanlar o öldürülən əzizlərinin meydini axtarır. Hələ də yəni tapılmayanlar var, İndi onu mən sizə söyləyəcəm. Yəni nə sayı var, nə hesabı var. Əfəndim, indi sizə söyləyəcəm. Yəni nədir? Xomeyni deydi ki, sizi öz başınıza bıraxmayacaq. Biz sizin beşikdən, qundaqdan, beşikdən qəbrə kimin sizi əldən bıraxmayacaq. Bu rejim öz adı. Yəni insanların bir fərdi haqları, hüquqları, ondan sonra evi, eşi və bu günlərdə öldürübsən, gücünə pul veriblər, yalvarıblar, hər nə. Alıblar uşaqlarının demək ki, gövdəsini, meydini aparıb bastırıb və bu gündə 40'ıdır. Gediblər ora Ərakda, Tehranda, Təbrizdə, Ərdəbildə, bütün şəhərlərdə 40'ındır. Amma bu millətlər və bu millət, bu insanlar ağlamır. Gedib demək ki, uşağın qəbrin üstündə, uşağın gənc yaşında orada qənd vırırlar, toy tuturlar ki, toyunun zadını burada tutur. Halay çəkirlər. Və demişdim bu millətinlə belə eləyəcəm ki, halay çəkirlər, oynayırlar, bir-birinə demək ki, o yüzden meydanlardan çox adam toplanır. Yəni bu da rejimə göstərir ki, yox sən bacara bilməzsən. Millətlər, insanlar başqa bir şeydir. Ona görə bacara bilməyəcəksən. Sözüm ondadır ki, bu günləri bunlar çıxır, Əli Larizani olmasın, adım nədir, Abbas Əraqçı olsun, hər kəs olur olsun. Deyirsən, siz kimin tərəfindən danışırsınız? Rejimin öz içində gizlədirsiniz. Xanım, bir dəfə demək ki, bu 80-ci illərin başlanğıcında demək ki, bunlar birdən-birə zindanlarda həbs çəkən adamlar ki, qutarırdı həbsləri filan, 30 binə yaxın adam öldürdülər. Adları var, şəkilləri ilə. Sonra da hamısı dedi ki, mən görmədim, kimidi, bizim heç xəbərimiz yoxdur, filandı və apardılar Tehranda zatda o gizli məzarlıqlarda bastırdılar. Var eyni burada o Xorasan meydanından o. Sonra nə oldu? Hələ indiyə kimində, bunlar baxmayaraq ki, bir-birinin ətini yesələr də, 16 il demək ki, Mir Hüseyn Musəvini həbsdə öz ev duslağı etsələr də, kimsə hələ açıb demir ki, bəli, Xomeyni bir dənə, Seyyid Ruhullah Xomeyni bir dənə, nə deyilsə, bir dənə kağız yazdı ki, hər kəs orada belədir, 4 dənə sual eləyin, öldürün. Və o rəisi ki, öldü, heç bəlli dədir, hələ nə zəhrim vardı, ona yıxırlar Azərbaycanın üstünə. Elə o işin aparıcısı biri o idi. İndiyə kimin biri açıq demiş ki, ay balam, bunu Xomeyni dedi, biz də öldürdük. Mir Hüseyn Musəvi ki 15 ildir orada demə həbslədiyi evinin dadında bu Xameneyin qəzəbinə rast gəlib. O da hələ açıq deməyə baş nazirdir. Bu günləri də ay balam 40 min nəfər adam öldürübsünüz 2 gündə. O Fransada Bartolomey gecəsi olub. Deyiblər qırın hər kəs gəlir qırın səhərə kimi. Nə qədər qıra bilirsiniz? Day Hollywoodun həm dünyanın tarix kitab yerindədir. Qırıblar. Bu Bartolomey gecəsindən nə pis olub? Sən 2 gecə saat 9'dan silahları söndürübsən, külli işığı İran adlanan yerdə söndürübsən, interneti, telefonu hamısını söndürübsən, 2 il qabaqdan da bu işə görə məşq edibsən və özün bəsləyirmiş kimin Əş-Şəbini, ondan sonra Kətayibdən, Hüseyniyundan, Fatimiyundan gətirib məşq elətdiribsən, saxlayıbsan, özün də demək ki, dövbəsizdən, ondan məşq eləyirdi, hamı deydi, bunlar hazırlıq görür, bilirlər ki, bu qadın hərəkatı məsələsindən sonra
O idi ki, bu Pezeşkiyan qaçdı getdi dedi Xameneyə. Ağa, bu məclisdə bu qanunu qəbul elədilər ha. Ay demək ki, bu hicaba qarşı, hicabın qarşısını alacaq, nə olsun olsun. Bu adam məclisdə bunların başı havalıdır. Millətlər qalxacaq ayağa, bunun qarşısını almaq olmayacaq. Qoy bu nələ dayansın, sonra baxarıq. Sonra da dedi ki, mən o qanunu icra eləmirəm. Dedilər ki, bu niyə? Sən kimsən? Mollalar da çıxdı. Dedi, qarışacaq, qarışacaq. Özlərinin media mətbuatına baxın da, bir-birini didməsinə. Sən niyə qarşısını alırsan? Dedi, mən deyirəm, yəni qarışacaq. Özlə qadın hərəkatı deyilən məsələ büyün başlanmayıb. Ay büyün demək ki, gəncini azad. 79-dan başlayıb. Xanım, mən o Tehranda yaşayım, mən Tehrandaydım da. Gələ demək ki, bu rejimin hələ gəlib görmən, Xumeyni hələ qumda oturmuşdu bu hərəkat başlar. Ondan çıxdılar bunlar küçələrə, sokaqlara, bilirsinizlər edirlər. Əzrəl bəy, yeri gəlmişkən, mən keçən verilişimizdə də dedim, hörmətli Eldar Qaradağlı ilə olan proqramda Türkiyə mediasının təmsilçiləri getmişdilər bu inqilabın 47-ci il dönümü ilə bağlı Tehrandan. Onlar dedilər ki, qadınlar hamısı başı açıq gəzirlər. Doğrudan mı olalar, göz yumurlar buna? Yəni o qədər düşüblər ki, buna məcbur olublar. Çünki bu hicab bunlar üçün yəni olmazsa olmaz idi da. Yəni hicab getdisə biz gedirik deyirdilər. Mən xatırlayıram, siz dəfələrlə bizim efirdə demirsiniz bu haqda. Demək ki, mallalar 45 ildir davam gətirirlər. Niyə? Demək ki, o siyasətin, o dolanbaz yolların bilirlər. Ağ evin qabaq qapısından çığırır Amerikaya ölüm olsun. Arxa qapısından gedib girirdilər demək ki, Rəfsənjani dönəmində də, hətta demək ki, çeşitli dövrlər danışırdılar da Amerikalılarla. Bu gün də elə. Amma üzdə belə göstərirlər ki, İslam dünyasının başını biz çəkirik, ay millətlər, yəni qulaq tühlülər, ey cəmaat filan. Ona nə var ki? Seyid Əli Xameneyə nə var ki? 70 bin nəfəri Filistində verdin ölümə və sonra düşür mənim xəbərim yoxdur. Mən nə bilim, mən deməmişdim. Bu cəmaat ki, səni izləyir, siyasət dünyasıdır. O qədər də küçülüb ki, əmr elədin, Ayşə Nəsrullah oradan gələcək, Hamas buradan gələcək, töküləcək, füzələri 150 min deməci Tel Avivin başına tökəcək adı. Sonra da çəkildi, gizləndin. Sonra da demək ki, İsrail də gəldi, keçdi üstündən. Bu tarihim. Nə oldu? Elə indi də. Hələ mən o konuya keçmək istəmirəm. İndi də o da qırılır, o Filistinləri qırırlar. Kim qabağını alacaq? Heç kəs. Sən fitvanı veribsən. Ora bəs görmüş kimin? İndi İran adlanan yerdə. Sən özü də, Sayın xanım, mən indi ona qaydacağım. Yəni, İran adlanan yerdə o birinci il ki, bunlar gəlmişdilər, Tehran Universitetinin qabağında əsas küçə orayı da inqilabın elə bilir, o küçənin adının inqilab küçəsi və meydanı qoydular. Orada bunlar bu qadınların paltarlarının altından əllərini soxaydılar. Ya şapalaq, ya demək ki, hecab. Ya şapalaq, vurdular universitetlərdə, hər yanda. Amma qadınlar, bunu haqqı demək lazımdır. Qadınlar bütün bu qruplardan, bütün siyasi qruplardan o zaman da çox güclü idilər. Çox, hamı. Hamı süslü dayandı. Dedilər, yox, bu qadınların arxasından demək ki, Amerika gəlir, çevriliş gələcək filan. O da işin gördü, qadınları vurdu, amma qadın hərəkatı gəldi, indi bir yerə yetişib ki, indi bəlkə hər zaman istəyəndə qorxuları da bundandır. İndi sözüm bunda yox. Yəni bu nəmay kiminlə başlanıb, kim qarşısını alıb, var olan hərəkatın qarşısını necə alacaqsan? Və bu günlər demək ki, sizləri də bir jurnalist gedib deyir ki, hamı orada çadranı, hamı da götürmür. Biri dədə var deyir, Xumeyni gəlməyə, çadranı adət eləyib örtürlər. Bizim də elə nənə bacımız başına çadıra atırdı, ondan sonra şal atırdı, ondan sonra filan. Ona görə də İran adlanan yerdə bu günləri mütəhhəri var, mütəhhəri. Bu Laricanın xanımının demək ki, qardaşıdır, mütəhhəri və dədəsi də demək ki, inqilabın ideologu idi. O günləri çıxıb deyir, day nə istəyirsiniz? Çadranı ki örtmürsünüz, arağı da oradan buradan tapıb içirsiniz. Day niyə etiraz edirsiniz? Demək, rejimin sözçülərindən biridir. Yəni ona razıyıq, təki hakimiyyətdə qalaq, hə? Araq üçün, başında üçün, biz mollalar iqtidarda qalsınlar. Sağ ol. Aya bu millətlərin problemi çadradırmı, çarşabdırmı, azadlığını istəyir. O da bir hissəsidir. Geyim azadlığı, söz azadlığı, ondan sonra səfər azadlığı, iş rahatlığı, ona təminatı, sığortası, hamısını istəyir. Heç biri yoxdur. Ona görə gəlib biri deyir, qardaş, ay nə istəyirsiniz? O deyir, orada da mahnı da oxudu, çıxdı. O işlərdə görür. Siz baxın, seçkilər günündə o günləri bunlar inqilabın il dönümünü tuturdular. Nə qədər o qadınlardan sasi açıq çöldə idilər.
O həmin o xanımın adı nə idi o, nə deyirsə, Gəncin Azadı da itələdilər, öldürdülər. Onun anası dedi, mənim uşağımı 2 dənə çəkili görsənmişdi, vurduz, öldürdünüz, itələdiniz, öldürdünüz. İndi elə şüsəbaza doludur, sası özlə demək, oho, çəkili özü hansı cürə, hansı formaları. Dərd bu deyil. Dərd məsələ budur ki, bu rejim, bu teokratik xanım, demək ki, o 89-cu ildə İran adlanan yerdə millətlər, insanlar, Pəhləvi sülaləsini, murdar cinayət əməllərini görərək, özü də mən deyəndə Azərbaycanlı olduğuma görə deyil, Türk olduğuma görə deyil, amma mövqeyimiz budur. Birinci Azərbaycan türkünü genosid siyasətinə, soyqırıma məruz qoymuşdu Pəhləvi sülaləsi. Məhv eləmişdi Azərbaycanı və dövlətini uğurlamışlar Azərbaycanın, Azərbaycan türkünü və türkün. Ona görə də millətlər başda Azərbaycan türkü bir il inqilabdan qabaq ayaqlandı Təbriz. Ona görə hamısı əl-ələ edilər ki, o rejimi rədd eləsinlər. Amma nə oldu? Elə indi də Amerikada, İsraildə, Batı dünyası da çıxardıblar bir dənə hüququ lövlüyü, ay sizə şah gətirir. Sən qələt edirsən, şah gətirirsən. Yeri gəlmişkən, Naxçıvandan soruşur dostlarımız, deyirlər ki, bu Palani minib maşınına deyir, İrana gedirəm. Bunu da servis edirlər bütün gün Avropada. Gəl. Bu məsələ İrandan tərs təpki aldıqca Amerika daha çox bastırır. Niyə belə edirlər? Səbirli, gəl. Gələrsən, görərsən. Amerika da bilir, Trump da bunu bilir, Netanyahu da bilir, bölgə də bilir. Trump dedi ki, telefonu götürdü Netanyahu. Ay Trump, bu Seydəli burada deşikdədir, 2 nəfəri öldürmüşəm. Dünən də Trump deyildi. Yeri bilirəm ha, harada gizlənibsən, çıxıb deyəcəm. Bilir, yerində bilir. Ona görə keçən dəfədə 12 günlük savaşda Netanyahu çıxdı dedi, yeri bilirəm. Trump, bunu həmişə də bu cürdür. İsraildə görə xəbər verərlər. Götürdü telefonu dedi ki, ay Trump, bax bunu burada girələmişəm, dövrələmişik. İzin ver, qoy mən bunu öldürüm. Trump'ın da fürsət əlinə düşdü, gəl həmişə xəbəri özlə. Dedi, yox, onu öldürmə. Və ikinci telefonda dedi ki, onu öldürmə. İran adlanan yer dağlar, yığıb yığışdırmaq olmaz. Dayan. Sonra Trump çıxdı, nə dedi? Ardıcıl öyle o gün. Dedi, bax Seyid, mən özü ələ də salırdı. Mən səni qutardım ha, 2 dəfə ölümdən qutarmışam səni. Yəni, açıqcasına dedi. Ona görə də bu günləri Trump'ın da demək olar ki, ən düz sözü kimin deyib, belə budur. İran adlanan yer deyib, dağılacaq, dağılanda yığışdırmaq olmaz. Bu günləri hər şey bağlayıblar, millətlərin ağzını bağlayıblar, azadlıq istəyən, doğrusu demokrasını düşüb istəyənlərin keçən dəfə kimin ağzını bağlayıblar, gətiribsiniz də siz. Siz keçən dəfə Xumeynini götürdünüz, Pakovka elədiniz, Nəcəfdən, Bəğdaddan, Nofelloşatova, Fransaya heç görməmişdi, özü də dedi. Möcüzə oldu. Oradan da götürdünüz BBC filan, gecə gündüz reklam, bastınız İran adlanan yerə. Yaxşı, hay eləmiyoruz. Deyib bir dənə ağıllı müsəlman o deşikdən bir dəfə vırlar. Siz nə qədər bu millətləri filan yürürsünüz? Yəni bir məsələ də var, o yadımdan çıxmasın xanım. Bu rejimin əlindən qaçıb nə? Yəni bu İran adlanan yerdə özləri bilmədən, hətta bir şey deyim, xanımlar soxuldular universitetlərə. İstər Azərbaycanda, İran adlanan yerin gələnində, hamısı, genəlində hamısı. Getdilər, dərs oxuyublar. 4 dənə universitet bitirən, 2 dənə universitet bitirən özləri indi əllərindən çıxıbdır. Yəni demək ki, bir ziyalı bir takım var, ziyalı bir dəstə var, ziyalı bir siniflər var. Hamısı. Amma bunların ağlını belə yeyiblər. Dünənləri, İsrağa günləri Münxendə, ay oğul, ay bala, ged işinin dalıyacaq, oturdurub sən çıxırsan oradan ki, mən racon kəsirəm, 4 dənə də var, təziyyət eləblər. Təziyyət eləb kimə deyirsən? Pis deyirsən də, hələ isə təziyyət eləb deyirsən. Yəni, bunlar ayrılacaqlar. Səndən ona bir sual verirəm. Sən kimsən ki, sən Milosevicdən böyücüsən, Yugoslavdan böyürsən, sənin dədin Marshal Tito'dan çox belə şeylər qoyub gedib. Yugoslavi dağıldı, nə oldu? Kişi, xoşbaxt ölkələri var, gedin baxın, Gedin baxın, Qaradağlara baxın, Harvatlara baxın, hətta Kosova baxın. Alırlar pulunu, keyfinə keçsinirlər. Dünyada da demək qəbul olunublar, hamısı. Cinayətçiler də məhkəməyə ediblər. İran adlarına, yox, amandı İrana bir şey olmasın. Nəyinə bir şey olmasın? Ad qondarma, filan qondarma gəlib sənin də demək ki, gəlməmişdən də dünənləri o Münxendə racon kəsir. Elə o xanım, o demək ki, jurnalist, açıqcasına o demək ki, bir tərəfi İran adlanan yerdəndir, açıqcasına o demək ki, Grahamdan soruşdu. O da oturmuşdu ortada, o Məmərzanın oğlu. Dedi, siz bu adamı dəstəkləyirsiniz. Dedi, Amerika dəstəkləmir. Açıqcasına Amerika dəstəkləmir. Niyə? Trump da o günləri dedi. Soruşdular ki, əgər bu geçiş dövründə siz adamlar bilirsinizmi? Adamlar varmı? Trump dedi, bəli var. Niyə?
Demək ki, elə Vitkovgildə, bu Koşnergildə, adın kürəkəni, Trump'ın kürəkəni, açıqcasına məsləhətdə dedi. Biz dəvət eləmişik Floridada, biri deyəndə danışırlar. Danışıqlar gedir. Biz hələ demək ki, buzdağının zərrəsini görürük. İmkanlarımız filan zəif. Danışıqlar gedir, onunla alış-verişlər gedir. Misal üçün, demək ki, Fidanla danışanda İstanbulda, Fidan qayıt edir, əşi, bunlar deyilər 1000 trilyon, 1000 trilyon. 1000 trilyonluq biz də vədə veririk Trump'a. Tehran rejimin təmsilçiləri. 1000 trilyonu söhbəti gedir. Qazın, neftin filan yerləri. Demək ki, Trump da deyir ki, yaxşı, siyasət yəni biziniz. Mən görüm burada neyi yazıb? Əlbəttə, Trump istəyir bu bölgədə özünün demək ki, o ətrafında olan ərəb ölkələri nədir? Hamısı terörist, hamısı kimi dəstəkləyirlər, baxın görün. Hamısı yalancı, Osmanlı dövlətinin demək ki, toz toprağından çıxardılmış şahlar, hara şahdırlar. Hamısı qorxurlar burada demək ki, o ərəb yazı gələndə hamısı qorxmuş, sana dönmüşdülər. İndi qorxurlar, İran adlanan yer dağlar, bizim də deməyimiz hər şey su üzünə çıxar. Amma üzdə də deyirlər, o qədər 200'lüdürlər. Üzdə deyirlər, Trump vurma, altdan deyirlər, vur, qorma. Niyə? Ay əmarat, sən ki bir yandan deyirsən Tehranı vurma, bəs niyə o 3 dənə adanı istəyirsən? Çin də səni dəstəkləyir, Rus da səni dəstəkləyir, Tehran rejimi və tamamiyyət ərzi torpaq bütövlük deyirsiniz. Və niyə onda bu 3 dənə ada gələndə demək ki, əmarata deyirsiniz, çəkər ülkələri vurarlar. Əmarat iddiasına çəkməyib. Səudi Ərəbistandan savaşı tutarıb mı? Gedib Aramkoyu vurubsunuz, Amerikalıları orada qırıbsınız. Bəhreyn əl çəkib mi? Xeyr. Amma məsələ buradadır, bu günləri, bu bölgənin haçarı bir tərəfdən elə Netanyahu da deyir, həmişə də bizlər də demişik. İlanın başı Tehrandadır. Bir də ki, bu bölgənin haçarı Tehrandır, bu bölgənin haçarı İrandır. Yəni irticaçılığın, mühümaçılığın bir də bunlar açıqcasına xanım bu günləri gəlib sığırırlar. O da bu Münxendə, ondan Torontoda, ondan sonra Sidneydə, haralarda, Los Angelesdə oynaya bəzək çəkə. Hay sığırırları gəlir, rejim belə oldu. Nə oldu? Bu rejim gedib Bəğdadda demək ki, Irak'ı tutmuşdu, sonrasında nə deyirsə, Livanı tutmuşdu, sonrasında Suriyəni tutmuşdu, Yəməndə oturmuşdu, başqa Afrika ölkələrdə də, hətta yeni nə deyirsə, Venezuela'da oturmuşdu. Onda belə eləydi. Qasım Süleymani Ariyo Bərzən, bunların da bir tarixdə deyirlər, Makadonun qabağında bir Ariyo Bərzən durdu. Ay şahsı, Əhmənilərin filan. Deyirdiniz, 5 dənə aşkərini tutmuşuq. 5 ölkəni tutmuşuq. Ay Ariyo Bərzən, ay nə mənədir, Kuros. Arzuların sin oldu. Gedirik Ağdənizə. Gedirdilər, Xataydan gedirik Ağdənizə. Ay Kubanını açırıq, Kürtlər də yanımıza getdiniz. Elə deyil. Qorqanatınızı qırıblar, indi də hamı bilir ki, təhlükədəyik. Yəni, bu işdə bağışla onu üzrəyəm. Trump da, Amerikaya baxın kongresə. Hələ özlərinin arasında çəkişmələr. Amma İran adlanan yerin məsələsinə gələndə, istər demokratlar, istər respublikançılar, heç kəs bu məsələdən əl çəkəsi deyil. Yəni vuracaqlar İranı, Əjdər bəy. Deyirsiniz ki, İran onsuz da vurulacaq. Yəni məsələlər hərbi müstəviyə daşınacaq. Bunu deməyə çalışırsınız. Xanım əfəndim, belə deyirlər ki, bunlar bizdən əl çəkin, nə istəyirsiniz verək. Amma rejim qalsın və bu içəridə, bu millətlərlə, bu insanlarla nə eləsə o bizim işimiz, dəymir, öldürək. Xanım, baxın gör nə olubdur. Mən bu günün söhbətini deyirəm, amma sabahı dünəni demirəm. Yaxşı bu Səlavati ən böyük cinayətkar adamdır, qabaq işgəncəgəridir, indi məhkəmə sədri olub. Yüzlərcə adamı edam edən budur. İndi gör nə cürdür, o qədər bu tutulanlardan, Trump'ın sözü ilə deyir, ay mənə zəng açdılar, dedilər 850 nəfəri edam edəcəyik. Mən də dedim ki, edam eləməyin filan, mən də hücuma keçmərəm. Bu da həmin demək ki, bir ay bundan qabaq. Elə deyil. Onlar da ələ salırdılar. Onlar edamlarını özləri nə cürə eləyirlər. İndi nə olub? Qazi Səlavati, o qədər vaxt yoxdur, xanım, onlayn mühakimə eləyir insanları. Bu günləri onlayn adamları mühakimə eləyib, hamısına da ölüm verib, edam verib. Deyir ki, mənim vaxtım yoxdur, onlayn hərədən bir kəlmə soruşur. Və demək ki, edam. Bütün məhkəmələrdə belədir, hər yanda da belədir. Yəni bu demək ki, bu dərman, bu ət dərmanı işləyir. Amma məsələ budur ki, orada demək ki, bu Səudi Ərəbistanın krallığın o xarici işlər naziri dedi, axır ki, müdafiə naziri üzr istəyəm. Getmişdi Amerikaya, bir yandan demək ki, Məhəmməd İbn Səlman dedi ki, Amerika bu vurma, bura qarışar. Amma bu adam getdi Amerikada dedi ki, əşi, Amerika gəlibsən bu dəmir dümürü ilə, gəmiləri ilə, vurmason, qayıtson, geri qayıtson. Day bunları tutmaq olmayacaq. Yəni burada Amerika istəyir ki, Putinə də göstərə, Xi Jinpingə də göstərə. Mən burada nə deyəcək, göstərirəm kiməm. Otoritəmi oturdacam.
Ona hidrokarbon məsələsini ki, Venezueladakı ələ keçirmişəm. Burada da ələ keçirdirəm. Gələcək 100 il savaşa da hazıram. Gətiribdi Ay Lincolndan, Gerald Forddan, ondan George Bushdan ən böyük gəmilərini, yəni demək olar ki, Amerikanın donanma, ondan hava güclərinin ən azı 18-20%-ni gətirib bura. Burada isə gücünü göstərə, otoritəsini göstərə hamıya. Avropada dəstəkləyir. Avropa baxın, məhkəl verib, hamısı verir məhkəməyə Avropa bunları. Almaniya, birinci yerə çıxıb Almaniya. Məhkəməyə verir. Amma bu ortada dünənləri İsrail gün Monxen deyildi. Yaxşı, Monxen də söz. Çıxartdınız demək ki o bayraqları. Ay deyirsiniz ki Torontoda 300 min nəfər. Yalan deyirsiniz. Torontoda, Kanadada 150 min nəfər İran adlanan yerdən qaçanlar yaşayır. Nə olur 300 minə çıxardı? Tutdunuz demək ki, hatta bu Münxendə Ukraynadan qaçanlardan, Suriyadan qaçanlardan elə xalq mücahidlər də bunu eləyir. Daxildə rejim də bunu eləyir. Meyvə suyu verir, filan verir, yığışdırır gətir avtobuslarla. Deyirsiniz ki, ay burada da 300 min nəfər vardı. Və sonrasından da Los Angelesi deyirsiniz. Los Angelesdə də bəllidir. Tutalım ki, bu xaricdə 1 milyon nəfər yığdınız. Bu xaricdə yaşayanın 7 milyonu neçə faizidir? 10%, 15%. Daxildə də orada BBC-nin, daxildə də BBC ilə İran International indi heç yanda Azərbaycan adı gəlmir. Azərbaycan adı çəkmirsiniz. Mən hamısını bilirəm. Dostun, düşmanın Azərbaycana qarşı nə elədilər filan bilirəm. Əjdər bəy, bu həm də onun üçündür ki, indiki bu İslam rejiminin içərisində çoxlu türklər var. Məsələn, Xamneyi deyir ki, mən türkəm, yəni demirək, deyirlər onun haqqında. Ya Pezeşkiyan türkdür. Yəni bu ona görədir. Sizcə niyə görə? Gerçəkdən Azərbaycan söhbəti açılmır. Yəni ümumiyyətlə İran haqqında danışanda iki böyük olsan özdə işləri də çətinə düşəndə əslində o iki ostana yalvarırlar faktiki olaraq. Amma heç bir prosesdə ad çəkilmir Azərbaycan adı. Sizcə bu niyə belədir? Belədir. Acıb xanım, bir şey deyin də, papağımızı əyri qoyaq, düz danışaq. Kimsə bizi asıb kəsmir ki. Nə Azərbaycanda, nə Türkiyədə, nə bilən. Amma Azərbaycanda, bütün Azərbaycan, o tay bu tayın, Balkanlarda, Anadoluda, Türk dünyasına bir Türk ruhu gəlmişdir. Türk ruhu. O hərəkatdan Soveti dağıdırdı. O Türk ruhu, əli yalın millət, hamısı canım qurban deyirdi Azərbaycanda. Əli olanı götürmüşdü Türk ruhu, milli Türk ruhu, milli gəlişmə. Vurdular arxadan. Amerikanın da onun da əli var idi, İngilisin də əli var idi. Elçi bəy mən aşırmadım ki, hamı bəllidir kimlərdirlər. Və Güneydə də bu rejim o qədər qorxuya düşmüşdü, yalvarırdılar. Rəfsəncanisi də hamısı da Azərbaycanda, ay amandı biz filan. Və Azərbaycanın güneyində o ruh adəmə havalanmışdı. Amma istəmirəm mən o konuya girəm, o adamın adına girəm. 30 ildir Azərbaycanda Ramiz Mehdiyev bəlkə ay evindən 17 milyon dolar tapıldı. Nə məvələ söhbət bu deyir, məni bağlamaz. Onu Azərbaycanın hüquq mühafizə orqanları bilir. Ay filan kəs filan partiyanın başçısı. Mən idim səni apardım demə Əbülfəz Elçibəyə qarşı apardım məclisə 9 il oturdum. Kimə qarşıydınız? Əbülfəz Elçibəyi vırırdınız, milli hərəkatı vırırdınız, bütün Azərbaycan iddiasını vırdınız, türlücü vırdınız. Ondan sonra da Ramiz Mehdiyevdən qədimdən şeşə-beşdəydiniz, halı sazıdır. Niyə? O milli ruhu öldürəsiz. Ramiz Mehdiyev körpü oldu. Tehranla Moskva arasında Azərbaycanın güneyin, Azərbaycanın quzeyindən qalxan o milli ruh, o milli hərəkat, milli birlik. Ona görə Elçi bəy harda deyildi ki, mən gələcəyəm güneydə, demək ki, sizin lideriniz deyildi, qardaş, oturun yerinizə. O güneyin özündən o qədər liderlər çıxacaq ki, amma ruh, idea gedirdi. Və o zamanda sonralar da yazdılar ki, Tehran mətbuatını deyirəm. Azərbaycanın quzeyində o güney məsələsini söndürdük. İndi bu günləri, onu bayaq söyləyirdim xidmət üzrə. Yəni bunlar, o zadı istədilər belə bir qavğa da yaratsınlar. Bu günləri o Münxenə baxanda, Münxenə siz baxırdınız hətmən. Bütün Münxen görüşündə Türk dövlətinə, Türk ordusuna, Türk millətinə, Kubani'dən, eynən Ərəbdən çıxan teröristlər ki, o zaman da Türkiyə qorudu, onların hamısı Daesh eşidi qıracaqdı Kubani'də, Aynel Ərəbdə, Türkiyə olmasaydı. Sonra çıxdılar, elektronları qutaracağım Türkiyəyə qarşı. Elə orada da terörlədilər, sınırın bu yüzündə partlatdılar filan lədilər. İndi generallar çıxardılar. Ay Müslüm bir tərəfdən, ay demək ki, Əbdi Məzlum. Məzlum gəlib girib demək ki, Münxendə bu Məmmərcanın oğlu kimin əsil iclasa, Məmmərcanın oğlu əsil iclasa qoymadılar, yandı salonlara qoydular. Çıxıb orada, ay Makron belə qarşılayır, hamı qucaqlama. Bilirsən kimi orada qarşılaydılar?
Peşaşın başçısını bilirsən kimi orada qarşılayırlar. Demək bunlar Kürtlər dəstəyi ilə hamısı maşınlar filanlar. Hər kəsdən adı vardı. Sən Farsdan dedin filan dedin. Bir dənə Azərbaycan adı yoxdur. Və siz düz buyurdunuz. Bu xanım Azərbaycanda, Azərbaycanın güneyində və İran adlanan yerin genəlində. Adların hamısına mən baxıyorum. Öldürülənlərin çoxu Türk Azərbaycanlıdır. Hanımlar baxın görün. Və demək ki bu günləri Qəzvində öldürülən o uşağı ki qoymadılar, bugün 40'ında keçirdilər. Azərbaycanlıdır. Türkdülər. Biz demirik ki bizim millətçiligimizdə bu yoxdur. Ki nə olsun Farsı öldürürlər. Necə Farsı öldürür? Necə Farsı öldürür? İnsanı öldürür, qadını öldürür, çocuğu öldürür. Ona görə biz nə deyirik? Biz nə deyirik? Kimsə qulağını aça bilmir. Kimsə qulaqlarını açmır, gözlərin bağlayıb Quran. Biz deyəndə biz demək bir Türk kimin varıq, Türk kimin ədalətli, Türk kimin çağdaş Türkük, sekular Türkük, ondan parlamanını istəyən Türkük, bunu öyrəsin qoyan o. Cumhuriyyətçi biri deyilə qalır, yox qədər bunlarda filan elə deyir. Adam çıxır yalandan çıxır, döyünləri o Məmərzanın oğluna, orada demək ki o sual verir. Axı sənin dədön gün, deyir keçmişdən danışmayaq və sən onda nəticə sənəcək keçmişdən danışmayaq. Niyə? Keçmişdən danışmasın, sən kimsən? Sən Təbrizə gəlsən məhkəməlisən. 30 bin adam öldürüb dədöndə. Həmin ordudur onu demək gətirir. İndi laf quduzlaşıblar. O Marks'ın bir sözü var. Deyir ki bu Fransa'dan kaçanlar Fransa inqilabında qaçdılar inqilabın beşici İngiltere'ye. Deyir bunlar ne bir şey orada o demokrasiyadan örgəşdilər, ne de bir şeyi unuttular. Bunlar heç zadı unutmayıblar. Senin adamların ki Los Angeles'te araba altına koydular Azerbaycan'ı. Senin adamların ve özündür ki Azerbaycanlılara karşı gelin de Azerbaycanlılar gelsin ne eylesinler. Ama Azerbaycanlılar ile bak bu günler içinde geçen ayda, qabaqda 30 ildir bu rejime karşı savaşır. Azadlığı uğrunda, demokrasi uğrunda ve bağımsızlığı uğrunda. Ama bu gün nedir? Hamısı gözüm sıxıya salıblar. Hamısı istisna. Və biri də çox bağışlayasın, üzr istəyəm. Biri də belə elə, hə yaxşılar, demək ki, hələ biri də gedəcəklər. Biri də qaçacaqlar bunun yanına ki, gəl day, biz də gəl görə səndən, deyək ki, bunu cavab var. Amma məsələ buradadır ki, bu günləri bu Amerikası, bu Avropası gəlməklə, Seydəli Xameneyi götürməyi aparmaqla, demək ki, Tulani aparar, mundarının birini də qoyar yerinə. Biz demirik ki, əgər bir-birini Xameneyi və bu rejim gələn gündən deyir ki, Amerika ol, gəl görək da elən də deyirlər. Nə savaşacaqsan? Məhv eləyəcək, ayın buradan vurarıq, oradan vurarıq. Xanım, saatlar içində, saat çəkməyəcək. Necə ki, bir saat içində bunun bütün öndə gedən generalların yorğan döşədə qırdı İsrail. Bu dəfə o cür deyil. Bəs nəyi gördük? Yəni, Amerika, hatırlayırsınız da, keçən ay o proses olanda dedilər ki, yardım yoldadır filan filan. Yəni burada biraz ara məsafəsi verdilər. İndi deyirlər ki, İran çox böyük ərazisinə görə siz də ifadə elədiniz ki, deyirlər ki, yaxşı bu mollaları göndərib bu yerinə kimi qoyaq. Ondan sonra bir hissəsi deyir ki, iqtisadi böyük ağır iqtisadi yükdür bu. İndi Amerika üçün nə iqtisadi yük? Dünyanın ən çox borclu olan ölkəsidir. Dünya aləmdə vecinə deyil. Çünki pulu özü çap eləyir, özü istədiyi qədər çap eləyir. Amma deyirlər, indi iqtisadi cəhətdən batırmaq istəyirlər İranı ki, zaten batır. Neftin satışını artıq faktiki olaraq iflic vəziyyətinə gətiriblər. Bax, bu hərbi əməliyyatların iqtisadi proseslə əvəzlənməsi uzunmu sürəcək? Çünki İran içərisində vəziyyət həddindən artıq pisdir. Bax, biz də danışırıq. Yəni, saniyələrcə, saatlar içərisində bağlar. Bugün bir şey aldın, sabah 5 dəfə bahadır. İnsanlar ərzaq qıtlığı çəkirlər, insanlar ehtiyatlarını xərcləyirlər. Artıq heç kimin, necə deyərlər, baş altında pulu falanı qalmayıb. İnsanlar ciddi bir böhran içərisindədirlər və nəzərə alaq ki, İran əhalisinin ciddi bir hissəsi də kasıblıq həddində yaşayır. Ondan da aşağı yaşayırsa, hələ vəziyyət bu həddə gəlməmişdən. İndi görün, o acların üsyanı olsa, İran hansı vəziyyətə gələr çıxar? Bax, mən onu soruşmaq istəyirəm ki, hərbi əməliyyatları indi Amerika iqtisadi əməliyyatlardan əvəz edir, yoxsa hərbi əməliyyatlar gündəmdədir? Yox. Bunlar paralel gedir. Amerikada istər ki, demək ki, o iqtisadiyyat naziri və açıq deyir. Biz gördük ki, belədir, doları qısıtladıq İran adlanan yerdə. Dedi ki, o sonuncu bank, ayəndəqan gələnlərin bankı, böyük bankı da milyar. Deyib, onu gördük, o qədər sıxışdırdıq sıradan çıxardanda milyardlarla çıxdı və İranda bu günləri doların qiyməti çıxıb 162 min, yəni gedəcək, gələn həftə, hamı sabahı gözləyirlər. Sabahki bu Viyana görüşləri, gələn həftə
dəqiqələr içində filan. Amma Amerika niyə demək ki bir ay bundan qabaq hazırdı və deydi köməklər. O da Trump'la bu şahın demək ki bu nə deyirsən bu çocuğunun adı idi. Millətlər çıxmışdılar, insanlar gülə-gülə uşağı yanında qadını, gəlini gedirdilər. Bilmir axı millətlər neynəsin, şitlər neynəsin, şitlər gedəcək, düşmanı qabaqdadır. Amma biri çıxıb demədi ki, getmə, tuşqa var orada, getmə ora. Onlar da hazırlıq görüb məscidlərin damında, feyziyyələrdə və binaların başında və biri dənə soxmuşdu cəmaatların içinə. Millət inanmırdı ki, bunlar savaş güllələri ilə vuracaqlar. Hər kəsi yerində vuracaqlar. Rəhm eləməyəcək. Uşağı anasının gözünün qabağında balasını ilə vuracaqlar. Bunlar o qərarından çıxmışdılar, elədilər. Sözüm onda yox. Amma orada o zamanda İsrail'də, Netanyahu da bu Trump'a da dedi ki bu işi təmiz görmək üçün bunlarda şimdi belə füzə var. Çindən gətiriblər materialları, gücləndiriblər. Dayan görə Amerika bir də silahlar verdilər. Dəmir günbəz ki orada idi, o yavelinləri gücləndirdilər, çox şeyləri. İndi İsrail əgər qabaq bir dənə füzəni salmaq istəsəydi, heç olmasa 1 milyon 600 min dolarlıq gərək bir dənə ona demək qarşı bir şey qoydu. İndi nədir? Leyzerlə demək ki, bir dəfə, indi sizin yadınıza gələr ya yox, bir dəfə bir dənə bu Çin mensurudan keçmişdi Sovetlərə. Ruslar da getdi orada leyzer qoydular, töhdülər bu Çinləri qırdılar. Çinlər gördü, bay tədavay pis qırırlar. Qoydular, qaçdılar. Səsini də çıxartmadılar o vaxt. Nə Rus səsini çıxartdı, nə Çin. İndi İsraillər deyirlər ki, yaxşı, Trump'a deyir ki, indi hazır. Biz hazır, nə qədər atsalar gəlsin, yoxsa bıraxmayacaq da gəlib Tel Avivə filanı. Və bir dənə var. Zadı söndürüb, Livanı söndürüb. İraqda hamısı çıxdı, Həşəd-ül Şəbi də. Niyə? Amerika dövləti 30 min nəfəri eşidin, DAEŞ'in adamlarını Kürdlər yığmışdılar. Deyiriz orada, Həsəgədə. Ay biz bunları həbsdə saxlayırıq, buraxarıq dünya dağılar. Pulu deyə alırdılar. Onu mən də demədim ki, Trump'dır. Pulu deyə alırdılar bu Batı dövlətlərindən və Türkiyədə meydan oxuyurdular. Söndürdülər bunların hamısını, sulunu verdilər, həbsdəkiləri də çıxardı. Həbsdəkilərin bir iddəsini, ayağı yer tutanları Amerika götürdü, apardı İraqa. İraq dövlətinə dedi ki, bunları saxla, bizə lazımdırlar. Tehran rejimində Allahdan, Peyğəmbərdən belə qorxmur ki, bu DAEŞ'dən qorxur. Çünki DAEŞ deyir, rafizisiz, namussuz, qanısız, heç kimin qorxurlar. Ona görə də tez də Tehran rejimi İraqda olan qüvvələr Həşəd-ül Şəbi çıxdı, dedi ki, biz əgər Tehran rejimi ilə, nə deyirsə, Amerika savaşsa, biz qatışmayacaq. Ateş kəs. İraqda olan demək ki, o qruplar bir tərəfə və demək ki, Livandakılarını da görürsünüz ki, açıq-açıq Amerika, Fransa hamıza tökülübləri tərkisila eləyir. Bunu da Livan eləyəcək. Ona görə hamını susturublar. Amma Tehran rejimi həmin bu Əli Larijani dedisi durub gedib Ömmanda demək ki, zadın sədri ilə Hamasın, o bağışdan üzr istəyəm, demək ki, o dənizi vuranların qırmızı dənizdə onu demək, onun başçısı ilə görüşür. Sonra keçir Qatara, Xalid Məşəli ilə görüşür, Hamasın başçısı ilə. Yəni istəyir xuşəl Amerikaya. Amerikada deyişər, zarafat edirsiniz, biz sizə nə deyirik, sizə götürürük. Yəni, preksi qüvvələrin, yan qüvvələrin Amerika qorxusun bağlayıb, hər yan mühasirəli sonra siz söylədiniz, sonra nə olacaq? Bir dəfə bu doktor Müsəddiqi aşırandan sonra Amerika bu işlərdə əli açıqdır. Gəldilər orada Trominin 4-cü bir maddə vardı, əsli Tromen deyərlər. Başladı pul paylamağa İranın yerdə. Şaha da qaytardılar. O Tromen adıyla, qayda qararıyla pul verdilər. Doları da səpələdilər İran adlanan yerdə. Və indi gəlir Dicivens, gəlir Ermənistana. Ermənistanda Paşinyana deyir, biz 5 milyar dolar sizə verəcəyik. Hələ 9 milyar dolar söhbət edirsin, deyən görəcək. Bunlar nə qədər səxavətli olublar, nə filanlıq pul paylayırlar bu bölgədə. Ona görə ki, burada bunlar otoritələrini otururlar, birbaşa durub gedib Amerikanın demək ki, aparıcı siyasətçiləri, Trump'ın demək təmsilçiləri birbaşa hara? Eşqabada. Keçən həftə Eşqabadda idilər. Və Azərbaycan da burada hər tərəfli siyasətlərini, xarici siyasəti, öz durumunu bilir, necə özünü qoruyacaq. Yəni ona görə də Türkiyədə də. Türkiyə deyir, bu zadı oynatmam, bunun axırı təhlükəlidir. Tehran rejimi həməşəki kimi düşmanlığını saxladı. Türkiyədə gördü, yox, bunlar öz bilir, yaxşı gelin. İndi məsələ buradadır ki, Amerika o variantı açıq saxlayıb, hər tərəfdən qomaralayıbdır, hər tərəfdən də demək hazırdır, özü də o da getdi Amerikaya, bir həftədə qabaqdan getdi, Trump, Netanyahu, bir həftə tez getdi. Getdi qardaşına da dedi ki, bura bax, Epstein, Jeffrey Epstein. Mən bu tribundan qabaqda, aylar qabaq demişdim. Trump, Kongres ilə Senat seçki gəlir Qasım ayında. Utuzacaqsan bu heç yerində.
Bir də ki, Epstein məsələsi sən orada bilirsən. Nə oldu? 6 milyon zaddan demək ki, eksempldən 3 milyonu çıxıb. Və bilirsiniz də bu işin içində nələr var? Kimsələrin adı orada yüzlərcə dəfə gedibdir. Nə qədər silsələr. Və bilirsiniz ki, orada Kongres indi açıq dilləmələr qoyub. Gəlin. Kongres və bir əllərindən kozir düşüb ki, demək ki, adama da Amerikada bu İsrailin lobbisi, Kongresdə lobbisi və filanı deyim, mən təhlükədə olsam, sən əgər bu füzələri Tehranda yığışdırmasan, mən Tel Avivdə ki, belə adam qırmışam, filan eləmişəm, Qəzzədə, Livanda döyüş eləmiş, adam ölümə vermişik. O yenidən elə başlayacağım, oturacağım, yine Tehran rejimi elə deyəcək, gəl. Ona Netanyahu da getməyəcək, İsrail dövləti. İsrail dövləti də bu Netanyahu'a deyəcək ki, məhkəməyə, sən demək ki, məhkəməyə gəlməlisən, vaxtı keçir. Keçən dəfə də getdi də, qoyun bu işi qutarım, gələcəm. İndi də İsraildə demək ki, məhkəmə sistemi deyir ki, bura bax, gəl, dayanın, gələcəyəm, qoy bu işi qutarım. Amerikada da bilirsən nədir? Amerikada da deyir ki, Trump deyir, para gətirəcəyəm. Necə ki, 2 həftə bundan qabaq çıxdı dedi ki, 5 milyar dolarlıq neft satdım mən. Deyirlər, harada satdım? Deyir, Venezuela'dan mənim neftimdir də satmışam. Və demək ki, İran adlanan yerdən də indi də deyir, xarçı götürəcəyəm. Xarç, bilirsən, İran adlanan yerin demək ki, şah damarı diyor, oradan nefti götürəcəyəm. Kim gəlib deyəcək? İraqın neftini daşıyırlar. Kim gəlib nə deyəcək? Heç kəs da deyə bilməz. Rus mi, Çin mi? Kəsib boğazını oradan hər tərəfdən. Amma məsələ buradadır ki, bu günləri açıq deyirlər. Amerikada okulistlər hər yanında gedir. İran adlanan yerdə dəbərməsələr, düzgün dəbərməsələr, aynəm şah gətirir, aynəm xalq mücahidi gətirir. Elə deyir, gətirməyin dövrü keçdi. Azərbaycanda da bir zaman dedilər ki, Dədava gedir da Tehran da razılıq versə, Ağay Xamenei bizim liderimizdir, rəhbərimizdir. Girəsin rəhbərin səni qutarsın da ki, Azərbaycanda hakimiyyətə gələrik. Putin da izin verirsə, Putin desə gələr hakimiyyətə. Gəl də deyil. Qutarıb bu şeylərin dövrü. Həm Azərbaycanda, həm dünyada qutarıbdır bu. Qutarıbdır dünyada. Ona görə də nə qədər qarışıq salsalar qutarıbdır. Ona görə İran adlanan yerdə xanım, bizlər Azərbaycanlılar o kompleks indi quzeydə bir türlü, bu gedib elə demək ki, bir türlü həll olacaq. Amma güneydə də köləlicin ömrü çox olubdur. Bıraxacağın elə beynində qalıb, vay İran nə oldu, vay İrana nə olacaq, ay demə filan olacaq. Milləti tutmalısan, milləti. Bu günləri Təbrizdə də, siz də düz buyurdunuz. Təbrizdə ən azı bunlar o 2 gecədə 700 adam öldürüblər. Ərdəbildə 300 adam öldürüblər. Mən danışıram da, ailəyə tanıyan adamlar, tanışlarla. Və Ərdəbilə sən nə qayırıbsan? 2 sənə bundan öncə Pirmadarda, o Məhzadın körpünün yanında, Balıqlı Sayının körpünün yanında, o meydanda 2 il bundan öncə qadın hərəkatı məsələsində Ərdəbilliləri qoydunuz o maşınların altında, o zipləri ki, üstdən demək ki, bəzəyib dəmirlərlə. Gəldiniz üstündən keçdiniz 2 il bundan qabaq. Səsini də çıxartmadı Fars mediası. Televizyon Farsda, radio Farsda, İran International Farsda, BBC Farsda, Voice of America Farsda. Bizə internet bağlandı, telefon bağlanıb, media filan yox. Amma demək ki, bu tərəfdən Şeypur kimi playersiz daxilə. Hamı da satelitdən gəlir axı, görür. Ədə şahdır da şahdır. Başqa alternativ yoxdur. Məhəmməd Rizanın oğlu da, o Xumeyni də gələndə dedi, seçki olacaq 2 dənə məsələ. Ya İran İslam Respublikası, ya da şahçılıq. Şahçılığa da millətlər nifrət edib, qovalayıblar. Sən dedi ki, onu seç yapın. İndi də bu gəldi. Demək ki, biz də güclənməliyik. Demək ki, biz də... İndi nədir? Yox, bunlar gizlədirlər. Azərbaycan güclü mövqedə dayanıb. Ay xanım. Xanım əfəndim, Azərbaycan güclü mövqedə dayanıb. Azərbaycanda küçümsəyirlər. Azərbaycanda gözüm çıxdıya salırlar. Var olan bilər. Amma qarşı tərəflər bilir. Qarşı tərəflər bilir. Odur ki, bir də qrupların ağzı şirələnib. Dünənə kimin Azərbaycanın hamısına deyirlər, bunlar təziyə tələbdir, bunlar elə Bakı ilə oturub durur, Ankara ilə oturub dururlar filan. Bunlar bizim potansiyel gücümüz deyil, bu Bakı bu filan. Bugün yox, sabah söhbəti var. Pişəvəri hərəkatında hər yanı bağladılar, hər tərəfli. İçində boğdu, amma sabah bunu bağlaya bilməyəcəksiniz. Anadolu həyatda olacaq. Bakı, Azərbaycan, Sumqayıt, Qazax, Doğuz həyatda olacaq. Elə deyil. Deyirlər, elə bilirlər ki, hamısını susturublar. Sənin demək ki, bu günləri filan adamlar, o rusofillər, o filanlar, onu eləyə bilərsən. Külli millətdən söhbət gedir. Bu günləri Təbrizdə, gör Təbrizdən Mirzaq gəlir, Təbriz dəmir şəhərə çevrilib. Girişə bilmirsən. Apardın orada demək 4-5 dənə cavan uşaqdan atdılar ki, ay nə mənə filan, gördülər yox, o tutmur. Ərdəbildə də tutmadı. Ərdəbildə nə elədilər? Gəldilər o ciplərlə, dəmirlə. Ərdəbildə xanım, gəldi, baxında filmləri var.
Geldi indi hele Farslar ki onu gösterende öz adlarına gösterir. Demirler bura Erdebildi, bu Türktü bu insanlar. Geldi maşınla geçti Hüseyin Otay'la. Bastı maşının altına vura vura ahır geldi 4-5 nəfərin üstündən geçti və sonracıların üstündə də yandı. Və sonra nə elədilər? Həmin gecə o cavan qızı öldürdülər. Anası sabaha getdi, dedi ki, demək ki, mənim qızımı verin məhkəmədə. Tutdular, qolunu bağladılar, ərinin də qolunu bağladılar, apardılar, demək ki, Şorəbilin üstündəki o yalancı zindan ki, düzəldilər ora, xanımı orada zorladılar. Görün Azərbaycan, görün İran adlanan yerində durum necədir ki, xanımın əri də, özü də gəlib kameranı biz qoyub bunları ancaq atıbdır. bir-birimizə danışdırıq və biz bunları dünyaya açan danışacağıq. İndi xanım, həmin xanımla, həmin həyat yoldaşı görünə günah salıb Azərbaycan Yenə deyirəm, başkanım, biz bunları niyə bir-birimizə danışırıq? Biz bunları dünyaya danışmalıyıq. Bunu səndən eləyək ki, televizyonda dünyaya danışır. danışaq? Heç bu haqda fikirləşmirik. Hösələ elə, başqa cürdür, ayrı bir məsələdir. Bu Türkün, bu Azərbaycanın bilərək səsini kəsirlər. Bilirlər nə olacaq. Onlar Və demirlər ki, kəsir, biz daha bərk deyirlər ki, danışmalıyıq da. ikinci varianta deyil vətən, ki, ikinci varianta vətəndaş müharibəsi olacaq. Kim olacaq orada? Ərəb olacaq, Bəluç olacaq. Bu Kürdlər də məcburdular. Və Azərbaycan olacaq. Və bundan qorxurlar. Hamısı da bundan qorxur. Yığıb yığışdıra bilməyəcəklər. Ona görə çalışırlar hər yanda demək çürümüş, hər yanda 7 formada olan, bugün Azərbaycan, Bakıya gələndə Bozqurd olar, Tehrana gedəndə filan və xaricdə ayrıcılıq, qaçır girəcək xalq mücahidlərinin quyruğunun altına. Millətçilər, Türk millətçiliyi, nə milli hərəkatı başa düşüb, nə filanı. Ay qardaş, da getdilər də sıradan qalan qotururlar, biz də gedədi. Ay, o İran adlanan yerin bütövlüyünüzdür. Sözüm onda yox. Bu günləri görüm, harada açıblar bir yerdə bir dənə mətbuat, bir yerdə var ki, bu Türk sıxa özünü ifadə edə. Daxildə də deyək. Axı onu kim Türk üçün yaradar? Türkləri, onlar hamısı bilirlər ki, Türklər ayağa qalxsalar, vəziyyət digərlərinin ziyanlı olacaq. Türk özü durub özünə günahlamalıdır. Səndən onu anlatmağa çalışıram. İndi onu da mən sizə söyleyeyim. Yəni burada Kreml kommunistləri durub bizə milli mətbuat yaradacaqdılar. Milli hökumət Yox. İndi orada da sizdə eyni vəziyyətdə. İndi mən deyim də xanım, baxın, indi də deyim, onu deyim sənə. Çünki mən o inqilabı, mən deyəndə də başqa üzr istəyirəm. Biri də deyəndə, bu Əjdər Tağızadə elə bu Bakı küçələrində gəlir, çaldırır, oynayırlar filan. Əjdər bəy, biz bir şeyi başa düşmürük. Biz bu məsələləri bir-birimizə danışmaqdan rica edirəm, qulaq as. Heç nə çıxmayacaq. Qulaq as, rica edirəm, qulaq as. Əlimizdə bir dənə kozir var idi. Bir dənə prezident kreslosunda oturan biri vardı. Deyirdi, güney olması olmaz. Fili ikiyə böləndə heç zatdır. Bütöv fildir güclüdür. İda vardı. Bütöv Azərbaycan və Azərbaycanın güneyinin bağımsızlığı. Tribunlar vardı. Türkiyədən, Azərbaycandan, özdə demokratik yolla, danışmaqla araşdırar hamısı. 40 milyon insan var orada. Onun gücü olmasa, neçə prezident istəyirsən danışsın, gücü oradadır. Səbr edin. O öz gücünü başa düşməlidir. Qarabağ savaşından sonra, nailiyyətindən sonra Təbriz demək ki, olan, indi də hamısı da bilir, o iddia var. İddia məsələsidir, şuur məsələsidir. Necə mən gedib bomba atacağıq? Biz terörist deyirik. Bomba atacağıq. Amma şuur, Azərbaycancılıqdır, Türklüdür, haray Türkəm deyil. Valla bomba bizim içimizdə partlamalıdır ki, bir gözümüzü açaq baxaq. Yox, odur. Beynində şuur gedib qaçıb demək, indi də getmir. Ələ saldılar, sögüş verdilər, çıxın da Azərbaycan. Çıxmadı, bən neynədiniz, nə qələt eləyə bilirsiniz, heç zat. Çıxartdım Tehranda 1 milyon. Tehran başqa şəhərlərinə batışa bildin? Yox, batışa bilmədin. Və burada da bilirsən ki, nə qədər də aynən gətir. Elə Netanyahu'a da dedilər. Dedilər, sən nə şahı gətirirsən? Məmmərzanın oğluna get dedi, mən oranın şahı olum da. Netanyahu dedi, bura bax. Bir yanlarda yox, bu tərəfdə, bu Azərbaycanın. O yanında get şahı ol da. Məsələ buradadır, bu rahatlığa deyir. Niyə? Bu günləri ağacı bağlayıbsan, daşı açıbsan. Hələ heç orada başqalarının da səsi, özününkiləri tutur, özününkiləri də tutur, hamısını. Ona görə bu günləri hələ işin üstü açılmayıb ki, qoy bir, demək ki, o Soveti görmüşdün, qoy bir az cana, bu otorite bir zərrə sıncağın. Ondan sonra gör nə qiyamət qopacaq. Ona görə ki, inqilab iştirakçıları olmuşuq. Biz hazır deyilik. Biz yetərincə hazırlıqlı deyilik. Biləsiniz başqa. Dayan, icazə ver. Heç kəs orada o dediğin kimin. Ya demək ki, ay yalandan gələ şahçılıq yaradaq, ay filan. Dayan qulaqsızın, gör Təbriz, Ərdəbil, Azərbaycan. O Tehran özündə, gör şahçılığı. Şahçıya çevrilib. Bir sürü manqurt bir tərəfdə bağlayır. Milli qüvvələrin səsi çıxmır. Səbr edin. Məhəmməd Rızanın oğlunun dədəsini ilk günündə İran adlanan yerdən qovaladılar.
Amma həmin Məhəmmədzanın oğlu Münxendə çıxır deyir ki, İran bütöv, millət bütövdür. Azərbaycanda nə deyirlər desinlər. Millət bilir şans yoldadır. Niyə bu günləri getmir bunların? Urmiya getdi mi? Yox, getmir. Ərdəbil getdi mi? Getmir. Amma siz baxın görün, Həmədanda üzbəyiz döyüşdü. Görün Həmədanda nə qədər qırır. Qəzvində döyüşdü, Əraşda döyüşdü millət. Gələndə de gəl, mən də vuracağam. Amma bu günləri o hazırlıq şuurlardadır. Bunların da qorxusu bundandır. Gəlib Azərbaycanı hədələyirlər, həm yeyirlər, ağa deyə hədələyir. Biz sabahları belə olmasa, belə olsa qonşuları vuracaq. Biri də çıxıb demir ki, nə nankorsan sən, nə qədər ahmaqsan, necə qonşuları vuracaq. Gedib Amerika ilə savaşlar, gel savaş da, qonşu neynəsin? Niyə? Bu bilir ki, sabah bu Türkiyə ilə bizim münasibətimiz Azərbaycanla nə olar? Millət söhbəti xanım, Türkiyə irasıdır. Hamısı bundan qorxur, hər yandan söhbət olur. 400 bir tək Kürt teröristdən söhbət olur. Xalq mücahidi Amerikalıları kifayət qədər öldürür. Aynı çıxırlar, yox demokratik imiş, nəymiş, hər teröristi çəkirlər qabağa. Amma Azərbaycana gəldikcə 40 milyon deyəndə 40 milyondur da və İran adlanan yerin genəlində də bu Türkdür da. Bundan qorxurlar. Qorxurlar, hamı da bilir. Fəqət təəssüf ki, bəzi adamlar sizdən iraq bu millətin gücünə, böyüklüyünə inana bilmirlər. Bu millətin demək ki, sabahları meydana çıxanda nə ola biləcək eləyib, tarixən də bu işi görüb. Amma 100 il, ən azı 100 ildir. Necə biz 200 ildən sonra Qarabağda bu Azərbaycan, hamı deyir, Rus gələcək, yiyəcək, ondan erməni çox təhlükəlidir. 44 günün içində, sonra da o olama quşlamada 23 saat içində 200 ildən sonra Türkmənçay müqaviləsini çırdı, qoydu yerinə, özlərinə qovaları çıxartdı. Hər dilinlə, ordumuz, dövlət, nə deyilər desinlər. Ordumuz, dövlətimiz qutardı. Bu Azərbaycanlıdır, bu mənim bir parçamdır, Azərbaycandır bu. Ona görə də bu böyük Azərbaycan, oradakı o 40 milyon var, biz o millətə inanırıq, amma fürsət gəlir, fürsət özü dığırlana gəlir. Bunlar bu günləri Trump'dan qutardılar. Netanyahu'dan qutardılar. Aya bu millətlərdən bəyək özü də sadaladırız. Ekonomi çöküb, korrupsiya, hamısı qaçırır, pul qaçırdılar. Hamı da bilir. Qatara qaçırdılar, milyarlarla. Harada neynəyəcəksən? Neft satacaqsan, hər yanı bətbərəni bağlayıblar. Millətlər haqq istəyirlər, azadlıq istəyir, çörək istəyir, aş istəyir, iş istəyir. Ona görə qırırsınız. Gələn gündən də qırırsınız. Nə qədər qıracaqsınız? İndi də işiniz qutarıb deyil. Məktəbləri, universitetləri hər yanı bağladınız. Gedib indi qəbristanlıqları bağlayırsınız. Camaat gedib mitingləri qəbristanlıqlarda keçirdir. Oranda bağlayacaqsınız. Ona görə millətlər döyüşür və qorxu dökülür. O indidən gəlirlər ki, ya Azərbaycanlılar, bu danışıqlar budur da. Gəlin indidən siz imza verin, indidən. O Məhəmmədzanın oğuldadır. Gedəniz adına bax, hayasızlığına. Gəlir demək ki, imza verin siz. Tula kimin gəlmişdin, Azərbaycanın səfirliyilə soxmuşdun. Mən də salam əleyküm gəlmişəm. Səninkilər demək Tula kimin yalvarırdılar. Arvadın atdana qaçıb gəlmişdi Bakıya, ay camaat, yayırdı, mən də Bakıda çimirəm. İndi demək durursan deyirsən ki, gəlin imza verin indidən ki, və Azərbaycana qarşı ətrafındakılar, Türkə qarşı ağızlarına gələn deyirlər. Bir şey mən söyleyeyim, o da budur. Bu Azərbaycanlılar, bu Türklər bilməlidirlər xanım. Çünki orada yaşamışıq, oradan gəlmişik. Bunlarla bir-birimizi tanıyırıq. İnanız, ən azarsız Türk, ən azarsız belə Azərbaycanı çıxa deyək ki, gəlin bir şey yaradın. İnsanların çörəyi olsun, yeməyi olsun, bir şey deyək. Yox, sən Azərbaycanı təzyiq tələbsən. Bu Türk deyilə kökündə belədir. İnanmayacaqlar. Və bu da bizim də dövrümüz xanım. Yer güvə gələ, göyə gələ. Bu Türkün bu dəfəki dövr, bağımsızlıq dövrüdür. İstiqlal dövrüdür. Dost axtarırsan özü var. Qolva axtarırsan. Bu da Azərbaycanın quzeyi Cumhuriyyət və Türk dövlətləri. Özü demək ki, dayaq axtarırsan, bu da Türkiyə Cumhuriyyəti dövləti. Kim orada sənə yox deyəcək? Sənin dayağın çoxdur. Bu 45-ci il deyil. Bunlar da bunu bilirlər. Gedirlər indi, çıxardırlar, özləri dedilər xanım. Tədqiqat apardılar. Mən demirəm, tədqiqat, alimlər bu Avropada. İran International televizyonu ki milyardlarla buna pul ayrılıb qoyubdu. 24 saat yayılır. 400% fake xəbər yayıb. Ay şah hər yan şah deyil, hər yan hamı da qalıb nə şahı, bunlar qırıb bizə. BBC 100% fake yayıb xəbərləri. Bax görün nələr eləyirlər bunlar. Yəni bunlar qulaqların hesabına. Belə deyir axı. Onda sabahları bir kanal, onda Amerika düz deyirsə, açsın da bir dənə kanalı. BBC bir dənə kanalı açsın, mən yox bir dənə Azərbaycanlı çıxsın, açıqcasına tanısın, millətlərin durumu budur. Amma bu güclər yerindədir. Bunu hamısı da bilirlər. Əjdər bəy, onların bir söz deyim. Bir dəqiqə zəhmət olmasın. Mən dinliyin xahiş edirəm. Bu qədər insan yaşayırsınız Avropada, Amerikada, Kanadada.
İran mühaciri olan ailələrin gül kimi ingilis dilli gəncləri var. Bir kanal qurun, siz də ingiliscə danışın da. Siz də dünyaya səsinizi eşitdirin. Baxırıq orada 50 nəfər, burada 30 nəfər, burada 40 nəfər, burada falan. Yaxşı, biz bu 40 milyonun gücünü təmsil edən, beynəlxalq arenaya çıxan, nə zaman bir təşkilatlanmış bir format ortaya qoyacaq? Mən bunu soruşmaq istəyirəm. Siz də hər zamanki kimi yenə İran içərisindən danışırsınız. Bunları bilirik. Siz bizim bunların efirimizdə ən çox 50 ildir siz bu davanı apardınız, qoymadınız örməyə. Bir yaxı seyircilərimizdən biri yazıb ki, lütfən Əjdər bəy, deyir ki, bəs Əjdər bəy nə edib bu hərəkat üçün? Əjdər bəy bu hərəkat üçün o qədər böyük iş görüb ki, heç miqyası yoxdur. Əjdər bəy bu məsələ Quzey Azərbaycanda qadağan ediləndə Əjdər bəy susmayıb. Əjdər bəy hər fürsətdə bunu dünyanın bütün siyasi paytaxtlarında deməyə çalışmaq, bir Əjdər bəylə iş açmaz ki, bəs oradakı insanlar, eyni zamanda digər mühacirətdə yaşayan insanlarımız, hər kəs oturub baxır ki, Amerika nə edəcək? İçəridəkinin səsini bayra eşitdirən yox. O birisi deyir ki, o İran International açıb yalan danışır. Yalan danışır, çıx sən düzünü danış da, biz onu deməyə çalışırıq. Yalan danışır. Hər kəs bilir, millətin fikrini ifadə etmir. Bizə yeri gələndə böhtan atırlar, məsuliyyət üzərimizə qoyurlar. Quruqları qapı arasında qalanda bizi axtarırlar, bizi səhv yola öz niyyətlərinə doğru yönləndirirlər. Bəs biz nə zaman çıxıb bunları danışacağıq? Biz nə zaman öz davamızı dünyanın siyasi gündəminə çıxaracağıq? Yəni, regionda iki dövləti var Azərbaycan Türkünün. Türkiyə və Azərbaycan. Amma bütün hallarda bu içəridəki 40 milyon nəhəng bir gücdür. Bütün dünya bilir bu nəhəng gücdür, bir özündən başqa. Biz ona görə bax, burada hərdən çıldırırıq Əjdər bəy. Sözün bütün mənalarına. Birini eşidirsən, Türkiyədəki bəziləri çıxıblar, Pəhləvidən danışırlar ki, tək bu molla geçsin, yox, Pəhləvi gəlsin, sonra baxarıq ona. Hara gəlir? Manqurt, hara bıraxırsan bunu? Sən dədə baba öldürəni, sən İrana çağırırsan. Yəni, Əjdər bəy, Güney hərəkatı bu zamana qədər gəlib, amma çox ləngsiz, çox ləng təşkildən danışmıram, ümumiyyətlə, özümüzdən danışıram. O tərəf çox ləng hərəkət eləyir, səsimizi bayra eşitdirə bilmirik. Buradakı hər kəs bilir orada nə baş verir. Biz dünyanın siyasi gündəmində özümüzə yer eləməliyik. BMT-nin ilk qərarı bizlə bağlı olub, Güney Azərbaycanla. İndi dünyanın gündəmində Güney Azərbaycan söhbəti yoxdur. İran var, içində sanki ümumiyyətlə heç belə bir şey olmayıb. Bu kimin günahıdır? Səsini eşitdirə bilməyən millətin dərdinə nə dərman olar kimsə, nə də onun marağını masaya qoyub onunla bağlı bir danışığa gedər. Ona görə biz bunu etməliyik mütləq qaydada. Mütləq etməliyik. Eçkirik. Birini eşit. Xanım, Amerikada, Washingtonda NATO'nun bir dənə demək ki, ərəb, onda bir nəfər NATO'da adını demirəm, NATO'da işləyirdi. Ərəb idi. Şah dönəmində ondan zindanda olmuşu, ya şehrində qalır, ərəb hərəkatındadır, amma NATO'da işləyirdi. Washingtonda gəldi bizim orada o vaxt. Bu söhbəti təşkilatların iclası vardı. Gəldi ki, bunlar istəyir görüşə. Getdi görüşəndə o Amerikalı yetkili, mən elə ayaq üstə idim, dayanmışdım. Belənsinə, dedi özünü təqdim edin. Da indi orada özünü təqdim edin. Dedi ki, mən dedim ki, siz bilirsiniz bu Azərbaycanda nə qayırıbsınız. Amerikalı yetkili dedi, nə eləmişik? Dedim, Azərbaycanda soyqırım yapdınız. Məhəmməd Rıza Şah döydü, ordusu da yox idi filan da. Şvartskovun başçılığında siz Amerikalılar gəldiniz. O da Təbrizdə soyqırım. Özü də dedim, sizin də şahid, Ali Məhkəməsinin o vaxtki sədri, Ali Məhkəmənin sədri açıqlarda yazıbdı. Ona görə də dedi, İngiliscə dedi. Mən bilirəm axı da, mən universitet bitirmişəm də, İngiliscədir. Deyəndə, mən tərcüməçi qardaşımıza dedim ki, Kərimə, ərəbdir. Dedim, Kərim nə deyil? Dedi, ay bəy, bilirsən nə deyil? Dedim, hədə tərcümə elə sənə nə? Dedi, əcəb elədik Amerikalı deyil. Dedim, yaxşı, onda biz də bu günləri sizin əməlinizi görərək, bağımsızlıq qoymuşuq. Əcəb eləmiş. Dedi, o zaman mənfəətimiz icab edirdi bunu. Sonraki illərdə elə sizin quzeydən olan bəzi adamlar, deyək da millət vəkilləri ilə, Amerikalılarla kongresdə, hələ onda kimsənin orada demək ki, dırnağı da dəyməmişdi. Amerika kongresində 7 dənə kongresmenlə görüşəndə
Yani orada bizim o demek ki kuzeyden olan biri çıktı ile hem milletvekili hem muhalefetten dedim de muhalefet demeye gelmemiş. Buraya gelmiş Güney meselesini danışaq bunlarla. Amerikalılarla 4 saat söhbətdən sonra bəli, Güneylər bu belədir. Gördü bilirlər. Və sonrasından Amerikada sonuncu dəfələrlə hər dəfə getmişik, hər dəfədə var olan imkanlarla o kongresdə Ağ Evə mən getməmişəm. Amma sonuncu dəfə Amerikada Washingtonun kənarında gəlin gizli görüşə Amerikalılar bunu dəfələrlə eləyiblər. Səsi çıxmasın. 3 dənə general. 3 günlük görüşdə belə biz bilirik ki, İran dağılacaq. İran dağılanda siz Azərbaycanlılar gəlin qəbul eləyin ki, orada sizə bir nə deyirsə bir otorite zadı haqqı verilsin. 3 il gözləyirsiniz. 3 ildən sonra seçkiyə gedin, həm onda bağımsızlıq qoyarsınız. Bizim de orada təmsilçilər, dostlarımız, xeyr olmaz. 4-cü gün general gəldi Azaddan, Washingtondan başladı. Bilirsiniz var, yığışdırın. Bir dövlət, Fars dövləti, bir bayraq, Fars bayrağı, bir məmləkət İran. Bu tarixdir bu Amerikanın. Qəşəng bilirlər. Xanım, xahiş edirəm qulaq asın. İndi mənim bunun detaylarına girmirəm. Avustraliyada parlamanında filan hamısı bilir ya nədir. Avropanın Bruseldə hələ bunlar yoxdular. Nə şahçısı, nə mücahidi. Bizler bütün Azerbaycan olarak Brüssel'de, İsveç'te, Norveç'te, Almanya'da bütün parlamanların hamısında olmuşuq. Ve Azerbaycanlılar da dedim o beyazıza milli Rum bayrağımızla bütün bunların hamısında olmuyor. Özləri də qəşəng bilirlər. Qəşəng bilirlər ki ne var orada kim kimədir. Ama mesele buradadır. Mesele buradadır. Bunlar burada bir dənə güclü Türk devletinin olmasından yana değiller. Bunlar deyirlər ki, istəyirik İran adlanan yerin hepsini götürək, hepsini verin. Hepsini boğazında qalar. Necə ki, 100 ildir qalıb boğazında. Uta bilməyəcəksən, vətəndaş müharibəsinə gedəcək, utuzacaqsınız, Azərbaycana da yaxınlaşa bilməyəcəksiniz, gələrsiniz, görərsiniz. Necə ki, özünüz də bilirsiniz ki, Qəzvindən tərəfə addım attınız, o Tehranda o 7 milyon nəfər canınızı alacaq. Necə ki, gördünüz, onlar Cavid Şah deyirdi. Nə şah vardı Cavid deyəsən? Ömür süre yaşasın şah. Hansı şah? Ona göre de boş sözler de ay siz de beyaz söylədiniz, siz de haberlerden görüyoruz. Ay mən gəlirəm, digəl də. Hara gələcəksən? Digəl də. Elə deyir. Ona göre hələ əsas məsələlər başlanmayıbdır. Bu xanım sel gələndə hələ əvvəl sörsöp gətirir. İran adlanan yer şaka yer deyir. Yığıb yığışdıracaqlar, ay filan eləyəcək. Trump da gəlir, sözün canı. Trump'la Netanyahu razılaşdırıblar. Gələlər sürətcə. Yani bir dənə orada Amerika əskərinin bırını qanamadan, orada qaba hay saldılar, o F-35'i salmışıq, hamısı yalan Tehran rejimi. Orada bir dənə İsrailin Musad'ın məmuru yaralanmadan, ölmədən, ondan filan işi bitirələr, öz xeyirlərinə işi bitirələr, çəkib gedələr. Amma burada rejim change məsələsi illərdir bizim hamımızın siyasi söhbətlərimizdədir. Rejim change deyir burada. Burada Fars dövlətçiligini, işğalcı Fars dövlətçiligini. İndi Farslar deyirlər mallaların işğalındadır. Malla nədir bu günləri? İrticaçılığın, mövhumatçılığın 100 sənədir bu Azərbaycan Türkü irticaçılığa, mövhumatçılığa qarşı. Dinə qarşı yox. İrticaçılığa, mövhumatçılığa qarşı demək savaşıbdır. İndi gəlib deyirsiniz ki, sekular dövlət, dünyəvi dövlət. 100 ildən artıqdır bu Azərbaycanlar, hələ Anadoludan da qabaq. Bura dünyəviçilik gətiriblər, pluralizm gətiriblər, qadın haqqı gətiriblər, insan haqqı gətiriblər, cumhuriyyət gətiriblər, parlamentarizmi gətiriblər. Hamını da ora çağırıblar. Bir zamanlar çıxıb deyirlər, nə xalq cumhuriyyəti, Menşevik də orada oturmuşdu, nə bilim, Daşnaq da gəlirdi, pluralizmin də gəlmişdi Azərbaycanda, gəlin oturun, sözlüdür. Daha gedib Rus ultrası olmadı, ay sən. Ağı da, qırmızısı da, hamısı qarası da. Amma bizim o mənada deyil ki, biz irticiyə qarşı, mövhumatçılığa qarşı, dini istismar edənlərə qarşı demək ki, mücadilə aparmayaq. Bugün sən deyirsən, gəlib İranı molla işğal edib. Xeyr, işğalı sənin dövlətçiliyin edib və malladan da siz gətiribsiniz, əl-ələ edirsiniz. Bu 100 ilin içində və 200 ilin içində. Məşrutə hərəkatından bir yana əl-ələ söz. Mallalarla bir yerdə. Bir də bir cümlə deyim. Xumeyninin xərcini Bağdadda, Nəcəfdə kim verirdi? Ayda 6.000 dolar Məhəmməd Rıza pul verirdi Səddamın əlindən yollaydı ora Məhəmməd Rıza Xumeyniyə. Və Səddam dəfələrlə dedi, həkim ailəsi kim qoy bunu öldürüm də. Zat dedi ki, o Məhəmməd Rıza. Dedi ki, yox onu öldürmə. Niyə? Həmin Məhəmməd Rıza idi, kitabı var. Məhəmməd Rıza, öhdəlicin vətən uğrunda. Kitabı qalınıq, orada yazır. Yatdım yuxuda gördüm ki, qızdırmam vardı. İmam Əli gəldi yuxuya, mənə camı verdi. Ya da sənə
Sənə, murdar oğlu murdar, hansı əxlaqına görə imam gəlib sənin yuxuya? Ya atdan düşdüm İmamzada yolunda, məni Əbəlfəz, heç olmasa qollu imamlardan deyil. Əbəlfəz beçəranı ki, Kərbəlada qollarını vurmuşdular. Əbəlfəz İmamzada yolunda, İmamzada Davud yolunda qatırdan düşəndə məni göydə saxladı. Məni İmam Ərzani, murdarlığın da demək ki, simgəsi. Ona görə siz gətirdiniz, özünüz gətirdiniz, açılanda demək ki, yıxılanda İran adlanan yerdə universitetlərdən çox, azad partiyalardan çox, bəzi vaxtlar biz deyirik ki, Azərbaycanda, Cumhuriyyətimizdə dövlət adamları qoyulsunlar, düz dövlət adamları. Məhəmməd Rıza düşmüşdü, yalvarırdı, İran adlanan yerdə bir dənə dövlət adamı tapa bilmədi, qaça qaçdı, Amerika aparandı, yalvarırdı. O bəzi adamı çıxdı, dedi ki, bırax o dirəxşi zat. Dedilər ki, sən də adam qoyubsan qala, hamının başını yeyibsən də, dövlət adamı qalıbdır. Bəli. Çox təşəkkür edirik, hörmətli başqan. Arzu edirik ki, bütün süreç bizim xeyrimizə davam eləsin. İnşallah yenə görüşərik. Minnətdaram sizə. Bu bir, üzr istəyəm, xanım bağışlı olur. Bu bir savaşdır. Bu başlanmışdır. Bu qurtuluş savaşı. Hamı da hazırlaşır, hər kəs hazırlaşır. Bir-birini yeməyə başlayıblar. Bir-birini yeyirlər. Onu hamının başına, o da gördün Nərgis Məhəmmədi. Daşa bastılar Məşəddə bu şahçılar. Daşına Nərgis Məhəmmədi. Sögüşdü verir. Bizəndə bunlar bir-birini yeyiblər. Hələ indən başlayıblar. Bir-birini yiyəcəklər. Azərbaycanda amma bəllidir o milli ruh əsasında, iddia əsasında. Azərbaycanın küləyinin bağımsızlığı və bütün Azərbaycan. İnşallah. Sağ olun, qanalın hörmətli Əjdər bəy. Əziz seyircilər, əziz dostlar, Güney Azərbaycan Demokratik Türk Birliyinin başqanı hörmətli Əjdər Tağzadədir. Əjdər bəy bu da gözəl danışdı ki, bura sepah tolaları daraşıblar. Demək, İranda heç kimin interneti yoxdur. Biri gəlib burada nağıl danışır. Deyirsiniz, kommunistlərin deyirsiniz. Kommunistləri ay başıboş. Biz 91-ci ildə bundan qovmuşuq. Bizim İslam bayrağımızdadır. Türk kimliyimiz bayrağımızın yuxarı başındadır. Çağdaş insan olduğumuz, olmağımız bayrağımızda əks olunub. Sizin kimi bir sürü evlatları dünyanın ən biabırçı işləri ilə, ən haram, dinimizin haram buyurduğu işlərlə məşğul olan bir sürü, bir ovuc mollanın əlində öz həyatımızı vəba eləmirik. Belə, əziz dostlar, əziz seyircilər, özünüzdə qoruyun Azərbaycanda.